Abituriyentlərə 7 məsləhət. 1. 40-45 dəqiqə dərs oxuduqdan sonra beyninizə ən az 10 dəqiqə istirahət verin. 2. Gecələr ən az 6 saat fasiləsiz yatın. 3. Bir mütəxəssislə məsləhətləşərək D vitamini, maqnezium və omega 3 qəbul edin. 4. Telefonunuzdan sosial şəbəkələri və alış-veriş tətbiqlərini silin. 5. Telefonunuzu dərs oxuyarkən səssiz rejimə və mümkünsə başqa otağa qoyun. 6. Fiziki aktivliyinizi qoruyun və yüngül də olsa idmanla məşğul olun. 7. Bir qədər stresinin olması normaldır və bu sənə motivasiya verir. Amma stresin güclü olsa, dərsə hazırlaşmağına da mane olar və imtahanda bildiyini unutdurar. Bunlar ümumi tövsiyələrdir. Ancaq bir abituriyentdə diqqət əskikliyi, depressiya və ya təşviş pozuntusu varsa, şərtlər dəyişə bilər.